Bu bir həyat tərzidir. 25 ildir mən arıların içindəyəm. Hər gün onlardan yeni nəsə öyrənirəm. Hər bir arının öz işi var. Onlar sanki bir yuvada bir dövlətdirlər. Onların içində çiçək tozu gətirən, bal hazırlayan, pətəyi qoruyan, istiliyi qoruyan, hər bir arının heç biri boş durmur, hərəsinin öz işi var. Həm zəhmət tələb edir, həm səbir tələb edir. Ona diqqətlə baxmalısın. Arıya baxdıqca arını çox zərif baxmalısan arıya. Pətəkləri çıxaranda, baxanda arı incitməməlisən. Orada yerin qarışdırmamalısan. Hər pətəyi götürüb öz yerinə qoymalısan. Bilinməlidir ana arı hardan süfrə qoyur, hardan başlayır. Yəni, bunlar hamısı zamanla, gün getdikcə təbiət yazın ilkindən yayın sonuna qədər bunlar bir-birini balanslaşdırır. Bizim təbiətdə zamanla ancaq Boz Qafqaz arıları yetişib həmişə. Məhsulunu çox qoruyur da. O biri arılardan biraz aqressiv olur. Atan arıçılığa başlayanda ilk dəfə mən ata yanında həmişə ona kömək edirdim. Amma indi o bizim evdə o arıçılıq sahəsi bir sevgiyə dönüşüb. Biz o sevgidən çox gözəl, geniş alanda istifadə edirik. Bu balı ərsəyə gəlməsi üçün çox böyük zəhmət tələb olunur. O zəhmətin də bu günləri qarşılığın, o əldə elədiyimiz balı öz nəvələrimizə, uşaqlarımıza biz sevgi ilə veririk. Və onlar da görürlər ki, zəhmətin dadı budur.